Salam dəyərli izləyicilərim. Mübarək Ramazan ayında oruç tutan hər kəsin oruclarını, ibadətlərini uca Rəbbim qəbul etsin. Qarşıdan gələn Novruz bayramınızı ürəkdən təbrik edirəm. Allah hər kəsin süfrəsini bol ruzili, bərəkətli eləsin. Dəyərli izləyicilərim, bu videoda mən sizinlə üzəri güzgü kimi parıldayan, içərisi layları qat-qat bilinən, çox gözəl, dadlı bir paxlava hazırlamışam. Gəlin keçək hazırlanma qaydasına. Paxlavanı hazırlamaq üçün 700 qram un götürmüşəm. Üzərinə çay qaşığının ucunda duz əlavə edirəm. 1 çay qaşığı şəkər tozu, 1 paket vanilin əlavə edib qarışdırıram. Paxlavanın xəmirini yoğurmaq üçün 200 ml stəkanla 1 stəkan ilıq süd götürmüşəm. Yarım çay qaşığı mayanın üzərinə ilıq süddən 1-2 qaşıq əlavə edib, qarışdırıb yaxşıca həll edirəm. Yenidən onun üzərinə 3 yumurtanın sarısını əlavə edirəm. 200 qram xama əlavə edirəm. Qeyd edim ki, xamanı özüm evdə hazırlamışam. Əgər xamanın hazırlaması sizin üçün də maraqlıdırsa, bilmək istəyirsinizsə, rəylərdə bildirin, hazırlayım, irəliləyən videolarımda paylaşım. Və ardından 150 qram otaq temperaturunda yumuşalmış kərə yağını əlavə edirəm. Həll etdiyim mayanı da əlavə edib, az-az ilıq süddən əlavə edərək xəmiri yoğururam. Qeyd edim ki, orta yumuşaqlıqda xəmir alınmalıdır. Onu da qeyd edim ki, 200 ml süddən 50 ml süd artıq qaldı. Xəmiri yoğurduqdan sonra 30 dəqiqə gözlədirik. İndi isə keçirəm şirəni hazırlamağa. Şirəni hazırlamaq üçün qazana 2 stəkan şəkər tozu əlavə edirəm, 1 stəkan su əlavə edirəm və çay qaşığının ucunda limon duzu əlavə edib qoyuram qazın üzərinə. Şəkər əriyən kimi götürürəm ocaqdan və üzərinə 2 yemək qaşığı bal əlavə edib qarışdırıb qoyuram bir kənarda. Şirə yaxşı soyusun. Şirəyə balı onun üçün əlavə edirəm ki, paxlavanın üzəri güzgü kimi parıltılı olur, həm də paxlava çox dadlı alınır. İçlik üçün 600 qram fındıq ləpəsi, 400 qram şəkər tozu, 1 çay qaşığı hil götürmüşəm. Soba listində kərə yağı ilə yaxşıca yağlayıram. 30 dəqiqə keçdikdən sonra xəmiri kündələrə ayırıram. Qeyd edim ki, mən 12 kündə tutdum. 2 kündə böyük, 10 kündə isə kiçik. Kiçik kündələri 70 qramdan tutdum. Üst kündəni 350 qramdan, alt kündəni isə 250 qramdan hazırladım. İndi isə başlayıram yuxaların hamısını yaymağa. Kündələrin hamısını yayıb qurtardıqdan sonra başlayıram paxlavanı yığmağa. Öncə 250 qramlıq kündədən başlayıram. Yaxşıca listə yerləşdirirəm. Artıq qalan hissələri də bıçaq yardımı ilə kəsib götürürəm. Qeyd edim ki, mən ilk kündəni yağlayıram, içlik əlavə etmirəm. Əridilmiş kərə yağı ilə də yaxşıca yağlayıram. Və 70 qramlıq kündəni də üzərindən sərirəm. Yenidən düzləşdirib qıraqlarını artıq hissələrini kəsib çıxardıram və içlik
əlavə edirəm. Mən bir balaca fincanla ölçü götürdüm. Hər laya bir fincan içlik əlavə etdim. Və bu qayda ilə sona qədər davam etdim. Sonuncu kündədən əvvəlki kündəni də yenidən yağlayıram. İçlik əlavə etmirəm. Və sonuncu 250 qramlıq kündəni də paxlavanın üzərinə yerləşdirib üzərini yaxşıca düzləşdirirəm. Artıq hissələrini kəsib çıxardıram. Paxlavanın qıraqlarını da videoda gördüyünüz kimi içəriyə doğru qatlayıram. Paxlavanı kəsəndə asan olması üçün hazırlayıb qurtardıqdan sonra 1 saat soyuducuda və ya sərin bir yerdə paxlavanı gözlədirəm. Və 1 saat keçdikdən sonra paxlavanın üzərini bu cür xəttkeşlə kəsirəm. Əziz izləyicilərim, kanalıma hələ də abunə deyilsinizsə, abunə olub videomu bəyənməyi, yaxınlarınızla paylaşmağı unutmayın. Sizin dəstəyiniz kanalımızın böyüməsi üçün çox vacibdir. Dəstək olan hər bir kəsə çox təşəkkür edirəm. Paxlavanı kəsib qurtardıqdan sonra üzərinə çəkmək üçün bir yumurta bütöv və bir yumurtanın sarısını üzərinə təxminən bir yemək qaşığı qədər duru yağ əlavə edib qarışdırıb, sonra bu cür süzgəcdən keçirdirəm. Yumurta kənd yumurtası olsa da rəngi çox da sarı deyildi. Üzərinə mən birazca sarı rəng əlavə etdim. Sizdə olsa əgər narıncı rəng əlavə etsəniz daha gözəl olar. Məndə ancaq sarı rəng idi, onun üçün sarı rəng əlavə etdim. Və yumurta sarısı qutarana qədər paxlavanın üzərinə yaxşıca yedirtə-yedirtə çəkdim. Ardından badam ləpələri də yerləşdirib aparıram sobaya. Əvvəlcədən sobanı 250 dərəcədə qızdırmışam. Sonra isə paxlavanı qoyanda 150 dərəcədə paxlavanı bişirirəm. Sobaya yerləşdirdikdən sonra təxminən bir 15 dəqiqə sonra paxlavanı götürüb bu cür yağın içərisinə bıçağı batırıb kəsdiyim yerlərdən bir daha keçirəm. Və gördüyünüz kimi bir stəkan əridilmiş kərə yağını da paxlavanın üzərinə əlavə edib yenidən sobaya yerləşdirirəm və sona qədər, üzəri qızarana qədər bişirirəm. Budur, paxlava bişdi, artıq hazırdır. İndi isə isti paxlavanın üzərinə soyuq halda olan şərbəti gəzdirirəm. Və budur, çox gözəl, möhtəşəm, güzgü kimi parıldayan paxlava hazırdır. İç görünüşünü də sizə təqdim edirəm. Bol şərbətli, bol içlikli, çox dadlı paxlava. Hazırlayan hər kəsə nuş olsun. Yenə bir videonun sonuna gəlib çatdıq. Və sonda da videonu bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.